Yeni doğulan körpələrin göz rəngi açıq olur və zaman keçdikcə tündləşə bilir. Bu valideynləri narahat edir. Hətta bəziləri heyfsilənirlər ki, çünki belə çox qəşəng, belə açıq, mavi, yaşıl tonlarda bir göz rənginə sahib olur o uşaqlar. Böyüdükcə bu tündləşir. Niyə bu baş verir? Əslində bizim gözümüzdə rəngli bir pigment yoxdur. Gözümüzdə melanin pigmenti var. Və həmin pigmentin miqdarı bizim gözümüzün açıq, orta açıq və ya tünd rəngli olacağını təmin edir. Uşaqlarda melanin pigmenti az ola bilir. 1 yaşına doğru yavaş-yavaş pigment artır və təqribən 1 yaşındakı bir uşağın artıq göz rəngi nə idisə böyük ehtimalda ömür boyu göz rəngi olacaq. Yəni açıqdan başlayırıq, sonra yavaş-yavaş tündə doğru gedə bilir. Bu normaldır. Necə ki mənim köynəyim ilk başda açıq rəngdə idi, sonra yavaş-yavaş tündləşməyə başladı. Ona görə valideynlər qorxmayın belə bir problemdən. Nüans olaraq iki göz arasındakı rəng fərqi varsa və bu bizi narahat edir, ona görə göz həkiminə müraciət edin.